Fe'li sifət adından da göründüyü kimi uşaqlar bir feil və sifətin xüsusiyyətini daşıyır. Yəni, iki hissəsinin xüsusiyyəti, feilləri və sifətlərə aid xüsusiyyətləri özündə birləşdirən feilin təsvirlənməyə forması fe'li sifət adlanır. Fe'li sifətin gəlin sifətə aid xüsusiyyətlərini görək. Buraya yazaq. Sifət fe'li sifət kimi əşyanın əlamətini və keyfiyyətini bildirir. Bu nə deməkdir? Yəni, isimlərdən əvvəl gəlir, necə sifət eyni, bilə-bilə fe'li sifətlərə. Əşyanın, yəni ismin, əşyanın əlamət və keyfiyyətini bildirir. Məsələn, əşya yazaq, qız. Əşya deyilən, fe'li sifət nə dedim? Əşyadan əvvəl gələcək, onun məsələn, oxuyan qız keyfiyyətini bildirir. Aydındır? Əşyadan əvvəl gəlir, onun əlamətini və keyfiyyətini bildirir. Sualları sifətdə olduğu kimi, fe'li sifətin sualları da necə, nə cür və hansı suallarından birinə cavab verir. Deməli, cümlələrdə fe'li sifətli tamamda bu suallardan istifadə edəməlisiniz. Necə, nə cür, hansı suallarına cavab verir. Ona görə də uşaqlar, cümlə üzvlərini keçməmişsiniz, amma yadınızda saxlayın. Cümlə üzvü olaraq da təyin sualları da olduğu üçün təyin və bəzən də ismi, xəbər vəzifəsində iştirak edə bilir. Fe'li sifət necə sifət yadınızdaydı, ismin xüsusiyyətlərini qəbul edir da, sifət isim kimi hallanırdı, qoca, qocanın, qocaya, qocanı, qocada, qocadan. Məsələdə görə dəyişirdi, bizim qocalar, mənim qocalarım, bizim qocalarımız, sizin cavanlarınız. Məsələdə görə dəyişirdi. Bu da eyni ilə fe'li sifətlər həm cəmlənir, məsələ cəmlənmir elə, amma fe'li sifət həm cəm şəkilçisi qəbul edir, həm hal şəkilçisi qəbul edir, həm mənsubiyyət şəkilçisi qəbul edir. Cümlədə də bu zaman mübtəda, tamamlıq vəzifələrində, ismi xəbər vəzifələrində təkrarən iştirak edə bilir. Bir də nəyi yadınızda saxlayın uşaqlar? Bu zaman artıq fe'li sifət cəm, hal, mənsubiyyət şəkilçisi qəbul edəndə ismi suallarına da cavab verir. Məsələn, oxuyanlar gəldi. Oxuyanlar burada fe'li sifətdir. Deyir artıq kim? Oxuyanlar. Görürsünüzmü? Deməli, fe'li sifətlər bir sifətin, bir də ismin şəkilçilərini qəbul edəndə ismi suallarına cavab verə bilər. Fe'li sifətin fe'li aid xüsusiyyətləri zaman məzmunu bildirir. Zaman məzmunu bildirir. Fe'li sifətlərdən öyrənirik. Zaman məzmunu. Bax, zaman şəkilçisi qəbul edə bilməyəcək. Zaman deyə bilməzsiniz ki, fe'li sifətə bu indiki zamandadır, bu keçmiş zamandadır. Sadəcə deyə bilərsiniz ki, bu indiki zaman məzmunu bildirir, bu keçmiş zaman məzmunu bildirir. Başa düşdünüz? Deməli, fe'li sifətlərə bir də ki, təsdiq və inkarda olur. Təsdiq və inkar məsələsi. İnkar. Yəni, məsələn, təsdiq və inkarda necə olar? Oxuyan, oxumayan, yazan, yazmayan və s. kimi elə təsdiq və inkarda işlənə bilər. Bax, digərlərini yazmıram. Təsirli və təsirsiz olur. Ətrafına söz toplaya bildirir. Növ bildirir. Bunlar, çünki siz digərlərini keçmədiyiniz üçün onları indi öyrətmək sizlərə faydasızdır. Ancaq bunları öyrənsəz kifayətdir. Aydındır? Fe'li aid sifət aid xüsusiyyətlərini öyrənəndən sonra gəlin indi öyrədim ki, fe'li sifətləri, şəkilçiləri hansılardır və onları necə tapacaqsınız? Bayaq dedim, nümunələrdən məsdəri tapın. Görürdük ki, indi məsdəri necə tapırdıq? Sözü tapırdıq, oxu. Görürdük ki, o sözdə mad varsa,
Bulmağa görə deyirik ki, aha bu məstərdir elə. Feili sifətdə isə 6 şəkilçi var. Bu 6 şəkilçiyə görə 6 şəkilçiyə əsasən biz feillərə həmin 6 şəkilçi qoşulanda deyirik ki, onlar feili sifətdir. Feili sifətin şəkilçiləri hansıdır? Belə bir cümlə yazaq. Anası malı dikəcəkmiş. Bu cümlədəki şəkilçilərə əsasən deyə bilərik ki, bunlar feili sifətin şəkilçiləridir. Hansı şəkilçilərdir? Birinci şəkilçimiz an, ən. İkinci şəkilçimiz olsun ası, əsi. Üçüncü şəkilçimiz olsun malı, məli. Dördüncü şəkilçimiz olsun d, püz, mənsubiyə. Bunu izah edəcəm indi. Beşinci şəkilçimiz olsun əcək. Acaq, əcək yazaq. Acaq. Acaq, əcək. Altıncı şəkilçimiz olsun mış, miş, muş, muş. Feili sifətin şəkilçiləri bunlar. Anası, acaq, malı, d plus mənsubiyyətmiş. Ya da cümlə kimi anası, malı, dik, əcəkmiş. Aydındır feili sifətin şəkilçiləri. İndi gəlin izah edin. Əvvəla dedim ki, bu şəkilçilər nəyə qoşulmalıdır? Feillərə. Məsələn, oxu, yaz, sonra qaç, məsələn, yeyilmək, məsələn, gör, yaz, məsələn, get, gedilmək yazmalı. Məsələn, yaz, yazılmaq. Məsələn, feillər gördünüz elə, oxumaq, yazmaq, gedilmək, yazılmaq elə. Bu feillərə bu şəkilçi artıranda oxu, bitişdiricidə bilirsiniz. Oxuyan, yazan, qaçası, yeyiləsi, görməli, yazdığım, gediləcək yer, yazılmış və s. Uşaqlar, mən yadınızdadırmı? Demişdim ki, feili sifət necə, nə cür, hansı suallarına və ya ismi suallarına, necə, nə cür, hansı suallarına və ya ismi suallarına cavab verə bilər. Elə, bax, oxuyan, yazan qız. Sual verək. Hansı qız? Yazan, oxuyan qız. Asa. Yeyiləsi meyvə. Sual verək. Yeyiləsi meyvə. Necə meyvə? Hansı meyvə? Görməli yer. Sual verək. Necə yer? Görməli. Yazdığım əsər. Sual verək. Yazdığım əsər. Hansı əsər? Niyə çaşırsınız? Gediləcək yer. Hansı yer? Yazılmış kitab. Kitab. Ay, sağ ol. Hansı sualına cavab verəndə bu sözlər oldu nə? Feili sifət. Aşağı, mən onu elə bilə demədim. Burada bax, bəzi şəkilçilər var. Xüsusən əcək, arxadan gəlmiş şəkilçilər. Görürsünüz, gediləcək, yazılmış, bunlar nə kimi öyrətdim sizə? Feilin biri gələcək zamanıdır, biri keçmiş zamanıdır, elə? Gələcək zamanı olanda nə edəcək, keçmiş zamanında olacaq, nə etmiş suallarına cavab verəndə gələcək zaman ya keçmiş olur. Bax, bir var gediləcək yer deyirəm, bir də var deyirəm ki, məktəbə gediləcək. Nə ediləcək? Gediləcək.
Aysa. Bir de var deyirəm gediləcək yer. Nə ediləcək yer demir ya. Deyirik hansı yer? Gediləcək. Fərqi görürsünüz. Bu zaman olacaq artıq gələcəksən. Bir var yazılmış kitab. Bir de yazdım ki kitap yazılmış. Değil. Yazılmış ne kitap? Ne kitaba diyor? Yazılmışa sual ver. Necə kitap yazılmış kitap? Kitap yazılmış. Sual Ne ver. edilmiş? Ne edilmiştir? Bəli, yazılmış. Ne? Kitap. Bir de var kitap. Ne? Hansı kitap? Yazılmış kitap. Başa düşürsünüz? Əgər nə etməklə bax, malı, məli. Əgər hansı sualına cavab verəcəksə, görməli yer, hansı yer? İsimlərdən əvvəl gələcək özü də. Olur, fe'li sifət. Amma deyirəm ki, iş görməlidir. Artıq nə etməlidir? Görməlidir. Bu artıq fe'li sifət deyil, yaxşı? Vacib şəkil olacaq. Keçməmişsiniz vacib şəkil. Yəni artıq fe'il deməlisiniz. Nə etməlidir? Görməlidir. Təsriflənən formadır. Şəxsi və kəmiyyətə görə də dəyişir. Aydındır? Nə demək istəyirəm? Dık plus məsuliyyət şəkilçisini buraya yazmışam ha. O heç zaman dık şəklində olmur. O dıkla məsuliyyət şəkilçiləri birlikdə olur. Dığım, diğim, dığım, dığım, dığımız, diğimiz, dığımız, dığımız. Dıkları, dikləri bu şəkilçilərdir. Yaxşı? Məsələn, yazdığım əsər, gördüyüm iş, sevdiyim insan, gəzdiyim yer, gördüyüm şəhər və s. Aydındır? Fe'li sifətlə sifətlərin fərqi var. Onları da izah edəcəm. Məsələn, küsən var. Küsən, küsəyən. Soruşdular ki, bunlardan hansı sifətdir, hansı fe'li sifətdir? Hansını inkarda işlədə bilərsiniz? Küsməyə. Küsəyəni inkarda işlədə bilərsən? Küsən. Bax, küsən, küsməyən. İnkarda işlətdiniz ki, bitişdirəcəm. Küsən, küsməyən. İnkarda işlədə bilirik ya. Bu deməli fe'li sifətdir. Amma küsəyən, küsməyən olur. Bu artıq sifətdir. Yəni olur. Və ya baxın uşaqlar, belə bir nümunə yazım. Hansı sifətdir deyirəm, hansı fe'li sifət? Çalışqan. Çalışan. Ma artırır. Hə. Çalış. İnkar artırın. Çalışan. Çalışmayan. Çalışmayan olduğu üçün bu fe'li sifətdirlər. Amma çalışmaqan deyə bilərik. Bu artıq sifətdir. Aydındır. Gəlin tətbiq edin. Videonu keçə bilərsiniz.